Salam, mən Dadaşov Emil Yayıoğlu, Samux rayonu Qarayeri qəsəbəsinin sakini. Sizə müraciət eləməyimin səbəbi ondan ibarətdir ki, mənim evladım, yəni böyük uşağım 2002-ci təvəllüd Dadaşov Alina Emilyevna, hal-hazırda Rusiya vətəndaşı. Fizika Riyaziyyat liseyini qızıl medalla bitirdikdən sonra Rusiyada yönəlildi Moskva şəhərinə Milli Nüvə Tədqiqat Universitetinə oxumağa. Milli Nüvə Tədqiqat Universitetini fərqlənməni bitirdikdən sonra hal-hazırda magistratura oxuyur və eyni zamanda Moskva vilayətinin Dumna şəhərində yerləşən Beynəlxalq Nüvə Mərkəzində çalışan Azərbaycan alimlərindən, Azərbaycan vətəndaşlarından ibarət qrupun rəhbəri tərəfindən təklif olundu. Azərbaycan alimlərindən ibarət qrupun tərkibində bu uşaq çalışsın, elmi işçi kimi. Təbii kimi hal-hazırda elə də elədik. Azərbaycan alimlərindən ibarət qrupun tərkibində bu dəqiqə Dumna şəhərində uşaq çalışır və eyni zamanda Azərbaycan Respublikasının nüvə proqramının inkişafı yolunda bu uşağı istifadə etmək üçün və evladımın naillərini, inşallah gələcək naillərini və indiki naillərini istifadə etmək üçün biz müraciət elədik Azərbaycan Respublikasının Rusiya Federasiyası səfiriyə, bir necə deyirlər, atası, yəni mən Azərbaycan vətəndaşı olduğu üçün və evladıma da Azərbaycan vətəndaşlığını qəbul eləyək. Birazdan Azərbaycan vətəndaşlığı tanınsın deyə bir sənəd gəldi və təklif olundu səfiriyə gələk və Azərbaycana dönüş sənədlərini alaq və Azərbaycana döndükdən sonra tam sənədləşək. Ondan sonra Fizika İnstitutuna müraciət eləyərək Azərbaycan Respublikasının nüvə proqramının tam çalışmağa başlasın. Biz səfiriyə gedəndən sonra bizə bir məlumat gəldi ki, belə bir fakt qarşısında qoydular ki, sizin vətəndaşlığınıza, yəni sizin verilən vətəndaşlığınıza imtina gəlib. Bəs səbəbini soruşandan sonra səbəbini söyləyə bilmədilər. Dedilər, ancaq bu məsələyə aydınlıq Azərbaycanda gətirmək olar. Getdim Azərbaycana, müraciət elədim Baş İmmiqrasiya İdarəsinə. Orada da başa saldılar vəziyyəti ki, Rusiya vətəndaşı olduğu üçün bu haqda mən sual verdim ki, axı biz Rusiya vətəndaşı ola, yəni biz onu gizlətməmişik, müraciət eləmişdik ki, yəni Azərbaycan vətəndaşlığını almaq üçün. Bəs biz uşağı, yəni bu işə görə biz vətəndaşlıq almaq istəyirdik, yəni uşağın cəlb eləmək, Azərbaycanın nüvə proqramına cəlb eləmək üçün, bu nüvəçi olduğu üçün, çünki mən bilən Azərbaycanın tarixində fizik nüvəçi kosmoloq olmayıb. Yəni mənim evladım ilk fizik nüvəçi kosmoloqdur. İmmiqrasiya baş idarədə çıxış yolu birini izah elədilər ki, bir məktub yazım dövlətimizin başçısının adına. Təbii ki, dövlətin başçısına məktub yazdım ki, yəni vətəndaşlığın bərpa mətni ilə müraciət elədim və xahiş elədim ki, vətəndaşlığını bərpa haqqında lazım olan strukturlara sərəncamını əgər vacib bilirlərsə ki, bu uşağı istifadə eləmək və uşaq barəsində bu idarədən, yəni nüvə mərkəzindən verilən sənədlərin əsasını təqdim elədim və bir həftə keçmədi, İmmiqrasiya İdarəsindən məktub gəldi rayona. Məktub gəldi ki, belə prezident aparatından yönəlmiş, sizin müraciətinizin nəticəsində prezident aparatından yönəlmiş məktuba görə filan qanun çərçivəsində, yəni belə öz dilimizdə açıq belə desək, qeyri-kitab dilində ki, problem yoxdur, gəlin yazın müraciətinizi, məktubunuzu yazın, filan qanununa görə Dadaşov Emilə aid bir dənə Elm və Təhsil Nazirliyindən vəsatət lazımdır. Bunu bilərək Elm və Təhsil Nazirliyindən sentyabr ayının əvvəlində müraciət elədim. Prezident aparatından, İmmiqrasiya İdarəsindən cavab gəldi, amma Elm və Təhsil Nazirliyindən cavab gəlmədi. Onda yenə durdum, getdim. Azərbaycana getdim
Çünki uşaqların oxumağına görə yoldaşımla buradayıq, Moskvadayıq. Çalışırıq ki, uşaqlar yayılmasın. Yəni ancaq fikirləri oxumaqda, elmdə olsun. Yenə getdim Azərbaycana, Bakıya. Elm və Təhsil Nazirliyinə təəssüflər olsun ki, heç bir qəbul eləmirlər. Heç eşitmək də istəmirlər açığı. Sağ olsun bircə o polis işçiləri, inandırım sizi, o polis işçiləri əgər polis işçilərinə, Elm və Təhsil Nazirliyinin yəni girişində çalışan polis işçilərinə səlahiyyət versələr, onlar daha da çox məsələ həll edərdilər. Nəinki bu mənim özüm çıxarışımdır. Bunu polemikada saymaq olar. O siz necə istəyirsiniz elə sayın. Heç kim nə qulaq asmaq istədi, nə telefonu zəng edirəm, qaynar xəttə məni yönəldirlər agentliyə. Getdim agentliyə, Elm və Təhsil Agentliyinə. Getdim, orada yazılı sürətdə yəni müraciət elədim. Sonra cavab gəlmədi. Yenə gəldim, üçüncü səfər. Gəldim, getdim yenə agentliyə. Elm və Təhsil Nazirliyinə yəni əşkar olundu ki, mənim adımda səhv vurulubdu sənəddə və onun səbəbindən yəni üzrü hesab elədilər. Dedilər ki, 15 gün iş gününə baxılacaq. Yəni bu vəsatəti verməməkdən öncə Elm və Təhsil Nazirliyi qanun çərçivəsində müraciət eləməlidir Fizika İnstitutuna və Elmlər Akademiyasına və oradan həqiqətən mənim uşağımın Azərbaycan alimlərindən ibarət qrupun tərkibində burada Moskva vilayətinin Dubna şəhərində yerləşən beynəlxalq nüvə mərkəzində çalışdığını, yəni sübut üçün. İnstitut Fizikadan məlumat verdilər ki, biz dərhal Elm və Təhsil Nazirliyindən filan tarixin nömrəsinə kimi gələn yəni məktuba cavab olaraq bu nömrə ilə bu vaxtdan verdik. Yəni bugünkü günə bütün vəd olunduğu tarix, yəni günlər bitdi. Heç bir cavab biz ala bilmirik Elm və Təhsil Nazirliyindən. Yəni prezident aparatı öz işini gördü 7 gün ərzində. İmmiqrasiya İdarəsi cavab verdi dərhal ki, bir dənə Elm və Təhsil Nazirliyindən vəsatət gəlsin. Bu uşağın vətəndaşlığını bərpası, yəni heç bir problem yoxdur. Tam qanun çərçivəsində operativ olaraq yəni bu iş görüləcək. Bir dənə bu Elm və Təhsil Nazirliyi, çox təəssüflər olsun, bir dənə də mövqeyini də bildirmirlər ki, yəni biz elə də, yəni bilirsiniz, Azərbaycanın tarixində yenə deyim, fizik nüvəçi kosmolog olmayıb. Bu yeganə fizik nüvəçi kosmologdur. Yəni mən elə də demək olmaz ki, dünyanın sonudur. Yəni bununla həyat bitir. Amma bunu eləməmişdən başqa, yəni mövqeyimiz heç olmasa dövlət bir strukturu olaraq Elm və Təhsil Nazirliyi mövqeyini bildirsəydi, biz də başa düşərdik, yəni ki, sabah növbəti addım bizim nə olacaq? Ona görə də bu münasibətlə mən sizə müraciət eləmək istirdim ki, yəni bizim bu məsələni cəmiyyət içində bir işıqlandırmaq ehtiyac bilsəz əgər, yəni bu çox gözəllərdir. Çünki biraz bilsin, yəni aydınlıq gətirilsin bu məsələyə. Ki, axı bu da dövlət strukturudur. Yəni mənim anlayışımda prezident aparatından və yaxud başqa strukturdan heç bir vacib də struktur deyil. Yəni adi bir dövlət strukturudur. Müraciətə baxılma müddəti elan olundu, vəd olundu şəxsən mənə. Polislərin, Elm və Təhsil Nazirliyinin girişində polislər, yəni bir əməkdaş çıxdı, məni vəd elədi ki, 15 gün ərzində sizə cavab veriləcək. Bu da verilmədi. Təəssüflər olsun. Ona görə də məcbur oldum sizə müraciət edeyim. Çox sağ olun.